Deyirəm qızlar, bizim kişi də səhərdən havalı kimi gəzir. Beyninə düşüb ki, icra başçısı olsun. Hə də, daha neçə illərdir poçtun müdürü olub. Hökumət işlərində əla bilir. Hə, mənim böyük qardaşım da həvəsə düşmüşdü. Atam əsəbləşib ona dedi ki, qələtvel oturduğun yerdə bir arvadı idarə edə bilmirsən, o boyda şəhər idarə eləyəcəksən. Bizim kişinin hələ xəbəri yoxdur. Dünən gecə nə qədər içibsə, hələ də yatır. Allah bilir, durandan sonra beyni çönəcək. Doğrudan Aysayda, sənə bir məsləhət verim. Hələ ki ərin yatır, get öz namizədliyini ver də. Doğrudan Niyə görə biz həmişə ərlərimizi qabağa verməliyik? Niyə görə biz onları fikirləşməliyik? Bir dəfə də özümüzü fikirləşək də. Bəstirində dözdük də. Niyə görə şəhərin rəhbəri məhz kişilər olmalıdır? Bir dəfə də qadınlara yol açaq da, düz demirəm? Biz qalib gələcəyik.